Salam hörmətli izləyicilərimiz, xoş gördük sizləri. Bugün sizlərə çox gözəl bir evin təqdimatını edirəm. Masazır qəsəbəsi Akimov küçəsində yerləşir. 2,55 sot, belə deyək, 2,5 sot torpaq sahəsində inşa olunub. Şəxsi tikili 10 ilin evi, 3 otaq böyük, 2 sot yarımda, həyəti böyük, meyvə ağacı, həyətinə rahat 6-7 maşın daxil olar. Asfalt küçəsi var, hörmətli izləyicilərimiz, göstərim sizlərə. Darvazası var, marşrut yolu ilə 45 metr məsafəsi var, ölçmüşəm, yəni 45 metr. Marketlərdən arası var, həyətində sanitar qovşaq. 3 otaq aynəbəndli evdir, hörmətli izləyicilərimiz. Aynəbəndə girəndən sonra evə daxil olursan, evdə, indi xatırladımca, evdə emulsiya işləri görülüb, emulsiya vurulub, divar kağızı yoxdur. İstilik sistemi kombi olaraq çəkilməyib, amma şəxsi ev özü tərəfindən istifadə olunub, inşa olunub öz diqqəti şəklində. Evimizin bir sənəti yoxdur, torpağa aid heç bir sənəti yoxdur. Sadəcə təcili satılmağı üçün bu ev satışa çıxıb, ehtiyac olduğu üçün vaxt məhdudiyyəti səbəbindən sənət dalınca düşüb, sənəti düzəldə bilmir. Amma alıcı özü düzəldə bilər. Hal-hazırda MMC, bələdiyyənin MMC kağızı, evin eskiz layihəsi və qaz, su, işıq sayğacı addan ada keçəcək, etibarnamə veriləcək və heç etibarnamə lazım deyil. Qaz, su, işıq sayğacı ada keçsə, evi rahat şəkildə sənədləşdirə bilər. 6 ay müddətinə, kiçik bir məbləğ şəklində 6 ay müddətinə dövlət rüsumunu ödəməklə, hərraca çıxmaqla sənəd düzələcək. Metlaq daşlar döşənmiş həyəti, meyvə ağaclarımız var, heyvadır, almadır, şaftalıdır. Burada güllər var, yapon əzgili, üzüm, əncil. Bax, çox gözəl yekə bir həyəti var, təmiz, gözəl bir şəkildə. 3 otaqlı 90 kvadrat yaşayış sahəsindən ibarət olan evdir. İndi isə evə daxil olaq, sizlərə təqdim edim. Evimizə daxil olduq, Aynəbənddən evin içinə daxil. Bura sonradan inşa olunub, ev sahibinin istədiyinə görə apşıqa taxta vurulub. Burada bax, görürsünüz, kiçik də olsa zirzəmi var, istifadə olunur. Pilləkan, monolit beton, perla dəmirdən qızılı rəngdə beton pilləkan. Həyətini də sizlər üçün göstərim. Buradan bax, belə qəşəng böyük həyəti var. 6-7 maşın rahat şəkildə daxil olur. Qəşəng xeyir işləri, banket işləri burada görə bilərsiniz. Bura boş ərazi. Burada mətbəxdə salmaq olar yay üçün. Pəncərələr hamısı görürsünüz, çiftli formada açılır. Bura sonradan əlavə olur. Evimiz tam əmin olun ki, qoşa daş öz sahibi tərəfindən tikilib. Diqqətli şəkildə. Evimizdə modem sistemi, internet sistemi mövcuddur. Evə daxil olduq. Otaqlarımız geniş formadadır. Bax, bu cür. Burada bir otaq yerləşir. 18 kvadrat böyük otaq. Evimiz gözəl şəkildə Juton markalı emulsiya rənglə rənglənib. Divar kağızı vurulmayıb. Burada soba mövcuddur isinmək üçün. Burada 10 kvadratlıq mətbəximiz, görürsünüz, qaz, su, işıq, hər bir xətt var, işləş vəziyyətdədir. Bura salon hissəmiz 22 kvadrat, böyük. Burada bir 60 kvadratlıq kondisioner var, o da ev sahibindən alıcıya hədiyyə olaraq veriləcək. Burada da qaz xətti var, peç yandıra bilərsiniz. Evimizin qiyməti 65.000 manatdan satışa çıxıb, real müştərilərə endirim olunacaq, mütləq olunacaq ki, burada çünki sənədləşmə işi var, kombi sistem çəkilməsi işi mövcuddur. O nüansları ev sahibi nəzərə alıb və endirimi eləyəcək sizlər üçün. Burada da 18 kvadratlıq bir yataq otağımız. Bax, burada da görürsünüz, belə soba qoyulub, hər bir otağa qoyulub sobalarımız və arxadan da nəfəsliyi çıxıb. 2 daş kəmər formasında bütün pəncərələrimiz dəmir barmaqlı, qapılarımız köhnə də olsa, amma etibarlı, dözümlü qapıdır. Beləcə, kim istəsə bura bütün evə laminat da vurdurar və yaxud da ki, şilfovka eləyib, üzləşdirib, lak vurub, gözəl vəziyyətə gətirmək olar, mümkündür. Sanitar qovşaq hissəmiz 2-nin 3-ə, həm belə desək, dədə-baba qaydasıyla olan ümtaz
kiçik də olsa hamam vannası, bütün aksesuarlar var. Burada qızdırıcı mövcuddur. Buradan da görürsünüz 2 daş və pəncərənin üstündən ümumi olaraq evimizə 4 tərəfdən qoşa daş və üstündən beton payası kəmər gedib. 65 min manatdan satışa çıxır. Real müştərilərə qiymətdə mütləq endirim olunacaq. Nəzərə alınıb sənədləşmə işi. Alqı-satqı xərci ev sahibinin boyundadır. Burada bir sot torpaq əmin olun ki 20 min manatdır. Təkcə bu torpağın qiyməti 50 min manat. Özünüzdə masazırı yaxşı tanıyanlar, bələd olanlar bilir ki, burada qiymətlər necədir. Belə desək, torpaq qiymətinə ev də üstünə bonusdur. Sənədləşdirmək asan məsələdir. Bələdiyyədən sənədləri, ilkin sənədləri hazırlayıb bələdiyyə ilə alqı-satqı edib və sonra reyestr xidmətinə təqdim etmək 21 gün ərzində də sənəd qupça əlinizə çatır. Kiçik bir dövlət rüsumu var. Bu evin arzusunda olanlar, bax bu cür qəşəng bağ evi kimi də istifadə edə bilərsə, arzusunda olanlar müraciət eləsin bizə, əlimizdən gələn köməkliyi göstərək. Çox böyük evdir. Əsas odur ki, şəxsi tikili betonla, bax görürsünüz yuxarıları, tavan hissə hamısı qəşəng. Bir dənə demək olar ki, divarında belə ləkə belə yoxdur. Bu vəziyyətdə də yaşamaq mümkündür. Qəşəng kombi sistemini çəkib 2000 desək, 2000 xərci var, kombi sistemini çəkib işləyə bilər. Qaz xətti, su xətti, işıq xətti, internet xətti var. Mərkəzi kanalizasiya qoşulub. Kanalizasiya xətti, heç bir çətinlik çəkməyəcəksiniz. Evimiz də gözəl, yaşamağa dəyər bir evdir. Buyurun hörmətli izləyəcəyimiz, söz sizdə. Diqqətinizə və izlədiyiniz üçün sizlərə təşəkkür edirəm. Videomuzda diqqətlə izləməyiniz xahiş olunur. Təşəkkür.